Salam, xoş gördük hər birinizi. Abituriyentlər, 2-ci və 3-cü qrupa hazırlaşan, qəbul imtahanına hazırlaşan abituriyentlər. Bugün biz sizlərlə birgə Dövlət İmtahan Mərkəzinin 2026-cı il qəbul imtahanı üçün istifadə edəcəyi, yəni model testlərdən izahına baxacağıq. Diqqətlə videoya baxmağınızı tövsiyə edirəm, çünki bir neçə sual, yeni sual modelləri var ki, bunların həm işlənmə qaydası, bildiyimiz kimi sualın işlənmə qaydasını bilmək də testi cavablandırmağın əsas şərtlərindən biridir. Ona görə də diqqətlə baxmağınızı tövsiyə edirəm. Keçək birinci suala. Ölkə əhalisinin sayının 25 milyon nəfər olduğunu bilərək diaqraməsində işsiz əhalinin payını hesablayın. Deməli, burada 16 yaşa qədər olan şəxslər 11 milyon 250 min nəfər göstərilib. 16% təqaüd üzrə iqtisadiyyatən fəali 30% və təbii ki, işsizlər x% burada göstərilib. Bizə elə bunu x tapmaq lazımdır. Biz 16%-dən 30%-i toplayıb 16 plus 30 bərabərdir 46% eləyir. Bunu yadda saxlayırıq, 46%. Daha sonra ümumi əhali sayı 25 milyondur. 11 milyon 250 min nəfər neçə faiz təşkil etdiyini tapmaq lazımdır. 25 milyonu biz 100% götürürük. Buradan biz 25 milyon isə x% götürüb. Biz buradan tənasübümüzü hər yerində x bərabərdir. Deməli, 45% edər. 45%, 46%. 45 və 46%-i biz toplayanda 46 plus 45 bu eləyir 91%. Və yerdə qalan 25 milyon demişdik 100%-dir. 100% çıxılsın 91. 9% iqtisadi cəhətdə işsizlərin əhalinin ümumi sayının daxilində işsizlərin payıdır. 9%. B variantı testimizin doğru cavabı. Növbəti sual keçək. 3 şixalama qurşağında yerləşən materiklərin ümumi olmayan xüsusiyyətlərini bizdən soruşur. 3 şixalama qurşağında yerləşən materiklər biz bilməliyik ki, Şimali Amerikadır, Afrikadır və Avrasiya materikidir. Ümumi olmayan xüsusiyyətlər. 1. Sahillərin Atlantik okeanı suları yuyur. Bu ümumi xüsusiyyəti 1.7. 2. Həmişəşi rütubətli ekvatorlu meşələr yayılmışdır. Bu Afrika ilə Avrasiya materikinə aiddir, amma Şimal Amerika materikinə aid deyil. 2-ni götürürük. 3. Subtropik iqlim qurşağı daxilində Aralıq dəniz iqlim tipi formalaşmışdır. Hər üç materikdə Aralıq dəniz iqlim tipi formalaşıb. 1 ilə 3 avtomatik olaraq getdi. B getdi, Y getdi, D getdi. Baxaq, 4. Fəaliyyətdə olan vulkanlar və dağ buzlaqları mövcuddur. Bu da hər üçünə aid olan fikirdir. Daha sonra 5. Ərazilərin əksər hissəsi qərb yarımkürəsində yerləşir. Bu, Şimali Amerikaya və materikinə aiddir, digərini yox. 5. 6. Şimal hissələrinin qütb işıqlanma qurşağını əhatə edir. Afrikaya